Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının sayı yenilənib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının verdiyi məlumata görə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4009 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 4003 nəfəri 1-ci Qarabağ müharibəsində, 6 nəfər isə Vətən müharibəsində itkin düşmüş şəxslərdir. Məlumata görə 1-ci Qarabağ müharibəsində itkin düşmüş 4003 nəfərdən 3221 nəfəri hərbiçilər, 782-si isə mülki şəxsdir. Mülki şəxslərin 71-i uşaq, 288-i qadın, 319-u isə qocadır. İtkin düşmüş şəxslərdən 3714 nəfəri kişi, 289 nəfəri isə qadındır. Məlumatda o da bildirilir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 1-ci Qarabağ müharibəsində itkin düşmüş 226 nəfər itkin şəhidin şəxsiyyəti müəyyən edilərək dəfn olunması üçün ailələrinə təhvil verilib.